Bismillah. Şəxsi həyatlarında dəyişikliklər yaşayacaq bürclər kimlərdir? Astroloqlar əmindirlər ki, yayın başlanğıcı bir çoxlarına keçmişi geridə qoymağa və əsl xoşbəxtliyə açılmağa kömək edəcək. Şirlər üçün yayın başlanğıcı güclü emosiyalar və romantik dəyişikliklər dövrü olacaq. Astroloqlar inanırlar ki, iyun ayında bu bürcün nümayəndələri gözlənilmədən münasibətlərə baxışlarını tamamilə dəyişdirəcək biri ilə qarşılaşa bilərlər. Subay şirlər həyatlarına yeni hisslər gətirmək üçün güclü bir istək yaşayacaqlar. Artıq münasibətdə olanlar isə münasibətlərini daha ciddi səviyyəyə qaldıra bilərlər. Çoxları gələcək ortaq planlar və sabitlik haqqında danışmaq istəyi hiss edəcəklər. İyun ayı həmçinin uzun müddətli münaqişələrdən sonra səmimi söhbətlər və barışıq üçün də yaxşı bir zaman olacaq. Qız bürcləri nəhayət uğursuz münasibətləri geridə qoyacaqlar. Bu ay qız bürcləri üçün emosional bir dönüş nöqtəsi olacaq. Astroloqlar bir çox qız bürcünün nəhayət zəhərli və zəiflədici münasibətlərə son qoymaq üçün cəsarət tapacağını proqnozlaşdırırlar. Eyni zamanda talih onlara sülh və harmoniya hissi gətirəcək tamamilə yeni bir tanışlıq təqdim edə bilər. Qız bürcləri hisslərinə daha açıq olacaq və artıq duyğularını ifadə etməkdən çəkinməyəcəklər. Bu onlara səmimi və dərin münasibətlər qurmağa kömək edəcək. Ailələri olan qız bürcləri üçün iyun ayı yenilənmiş etibar və romantika dövrü olacaq. Oxatanlar həqiqətən də əlamətlər dəyişikliklər yaşayacaqlar. İyun ayında oxatanlar şəxsi həyatlarında ən vacib hadisələrdən birini yaşaya bilərlər. Astroloqlar bu bürcün romantik macəraların, gözlənilməz qarşılaşmaların və gərgin hisslərin mərkəzində olacağına inanırlar. Bəzi oxatanlar ilk baxışdan sözün əsl mənasında aşiq ola bilərlər. Digərləri isə birdən uzun müddətdir ki, həqiqətən əziz olduqları biri ilə birlikdə olduqlarını anlayacaqlar. Yayın başlanğıcı onlar üçün daxili dəyişiklik dövrü olacaq. Daha çox səmimiyyət, istilik və emosional yaxınlıq istəyəcəklər. Məhz bu dövrdə bir çox oxatanlar sevgini və gələcəyi yeni bir işıqda görməyə başlayacaqlar. Balıqlar münasibətlərdə xoşbəxt bir mərhələyə qədəm qoymaq şansı qazanacaqlar. Balıqlar üçün iyun ayı çox emosional və eyni zamanda xoşbəxt bir ay olacaq. Astroloqlar sevgidə yeni hisslərin, romantik görüşlərin və xoş sürprizlərin yaranacağını proqnozlaşdırırlar. Bu bürcün nümayəndələri səmimiyyətə və emosional rahatlığa güclü ehtiyac hiss edəcəklər. Buna görə də təsadüfi romantik münasibətlər artıq onlara sevinç gətirməyəcək. Balıqlar əsl emosional yaxınlıq axtaracaqlar. Artıq münasibətdə olanlar üçün iyun ayı yaxınlıq və vacib qərarlar dövrü olacaq. Bəzi cütlüklər birlikdə yaşamağı və ya münasibətlərini rəsmiləşdirməyi düşünə bilərlər. Qoçlar sevgi həyatını kökündən dəyişə bilər. İyun ayında Qoç bürcünü gözlənilməz taleyin dönüşləri gözləyir. Astroloqlar xəbərdarlıq edirlər ki, bu ay həm köhnə münasibətlərin qəfil sonu, həm də xoşbəxt yeni bir başlanğıcı ola bilər. Qoç bürcünün nümayəndələri özünə daha çox güvənəcək və uzun müddətdir onlara sevinç gətirməyən şeylərə dözməyi dayandıracaqlar. Bu onlara sevgidə yeni imkanlar açmağa kömək edəcək. İyun ayı tanışlıq, romantik səfərlər və canlı emosiyalar üçün əlverişli bir zaman olacaq. Bir çox Qoç bürcü şəxsi həyatlarının nəhayət ki, yaxşılığa doğru dəyişməyə başladığını hiss edəcəklər.